Hi guys, necəsiz uşaqlar? Bu qədər xoşbəxt olmağın iki səbəbi ola bilər. Ya Gəncəyə gedirik, ya da Gəncəyə gedirik. Bugün yenə Gəncəyə gedirik. Gəncə və gəncəllərə çatdı sözün qüdrəti. Gəncə və I'm hungry. Cheers. Necədir? Bunu ağarırıq. Kətəni böyle yeyirik. Belə. Bu başqa aləmdir. Tomorrow. Deməli, Gəncədə 2 dolu gün keçirəcəyik. Bu birinci günümüzdür. Deməli, əslində Gəncəyə... Əslində Gəncəyə gəlməyimizdə əsas məqsəd toya getməyimiz idi. Amma toya gəlmişkən, əslində ki, evdə durarmı? Durmaz. Bu arada mən yolumu itirdim. Tut var burada. Aa, pitifki bu. Aa, mən tutu çox sevirəm. Bir dənə də tip verim sizə. Tutu ağacın özündən qopardıb yeyin. Belə tamam başqadadır. Alanda başqa cürdadır. Belə daha gözəl dadır. Oy da nə qəşəngdir bunlar. Yəni bunu qopardaq. Ay. Nəsə qopardamadım. Nəysə. Gəncədə ən sevdiyim aktivite bəlkə də piyada yeriməkdir. Həqiqətən. Gəncənin bir ucuna o birisi ucuna yəni piyada getmək mümkündür məncə. Məncə yox, elədir. Guys, burada yeni mini yarmarka var. 3 il sonra mən də olacağam. Yine sen. Yine mən. Aha. Mən də 3-cü vlog olacaq yəqin. Love of my life. Vuram. Çok sağ ol. Bizim əsramız, bizim dənizimiz. Yes. Deməli, gedirik indi sushi yeməyə. Yes. Interesting. Kişi də Antalya'ya bir nəfər aparır. Antalya'ya. 两袖清风走，一阴一阳之味道，仔细东来。明码标价的那些物，非黑即白。你怎么样？ Bura necədir? Oh yeah. Yox. Yok. Gözüm dəydi də, mənsiz insan. Çok yaxşı şeydir ki, hər yeri piyada halına görə bilərsən. Bir, iki, üç. Yo, dondum. Deməli, keçən dəfə Cavad xan küçəsinə Sabir küçəsi deyirdim deyə mama məni danladı. Nəysə. İndi isə Cavad xan küçəsindəyik. Nereye gideceksin? Geldi. Aha, tapa bildik. Məncə Sankrem bizə artıq sponsor olmalıdır. Buradan səsimi eşitsinlər, xahiş edirəm. Əsas da Kamrana. Boşa işçilərin hamısı Kamranı tanıyır. Hanı Kamran? Leaving, you're just doing that to get even. Keçən səfərki vlogun yenisini çəkməyə deyəsən and içmişəm. İndi İmamzadəyə gəldik. Çəkin İmamzadədə. Yox, lazım deyil. İmamzadanın özü bəsdir. Dəli kür. Nənədəki həvəsə bir dənə baxın. Bismillah eləməmiş. Gəlin taste test eləyək.
Birinci əsas zoğal turşumuzu da girir. Oy. Ət, balıq, kəllə, bunlar yenir əllə. Bəli. Bunu belə eləyirik, belə eləyirik. Ana bağla. İzmir çox gözəl gün düşür. Amma kiləyə görə danışamıram. Oy da, buradan da çox gözəl düşürəm. Neyse, gəlin burada yerdə oturun. Oy, qocalmışam. Neyse. Oy, üşüdüm. Mama deyir ki, çaya çox yaxın getmə, dəli kürdü axı. Aparar. Hər gözəl bir günün axırı pis olmalıdır da. İncəs elə pis yıxıldım ki, bütün şalvarımın arxası kirləndi. Day 2. İkinci gündən hər kəsə salam. Necəsiniz? Bugün çox dolu keçəcək. İndi gedəcəm Alinlə görüşməyə. Sonra diş həkimimlə görüşəcəm. Sonra toya gedəcək. Nəysə, gedək Alin yanına. Çayımız yenə axır. Maşallah olsun. By the way, dünən yıxılmağımdan sonra böyük bir problem gəldi başıma. Şalvarım kirləndi və mən özümlə başqa şalvar gətirməmişəm. Arxası kirlidir və mən onu məcburiyyətdən elə geyinməli oldum. Ayda, gül olubsan mənə. Ayda. Salam. Görürsən. Şoför günü mübarək. İndi mən sağ verim, təqdim edeyim, buyur. Xaricə gedəndə, oxuyanda qəşəng make-uplar eləyərsən. Artıq bir Deməli, indi keçəllərə giririk. Oradan qalaya keçəcək. Qala. Nə qəşəngdir, buna baxın. Anne dedim ki, keçəllərin adı niyə keçəllərdir? Burada keçəllər xəstəxanası var idi məncə. Hə. Amma xəstəxana adı niyə keçəllər olsun? Good question. Sorguluyoruz ama yargılamıyoruz. Bura karaoke yeridir. Unicorn'du bu. Ben niye yoktu boynuzu? Ha. Sessiz çıkmır ki. Şimdi adam var görəsən. Yoktu deyəsən. Ya da çok yorulub varsa da. İndi Ali ilə tanışma hekayemizi danışaq. Biz neçə yaşımızda? 2 yaşımızdan bəri biz sorumuza 2, 3, nəsə də neçə il eləyir? 15 danış davay. Deməli biz 3-cü mərtəbədə yaşayırıq. Əsragildə 5-ci mərtəbədə yaşayırlar. Əsragil Əsra mamasından bilirlər, yuxarıdan gəlirlər. Hə. Qapıda rastlaşdıq belə. Daha heç nə. O vaxt Əsragil desin təzə köçmüşsə. Yes. Hə. Mən mamanın arkasında gizlənəm. Hə. Mama dedi ki, nə şöndülər falan dedi, söhbətləşdik. Hə. Vəbşim, elə yaşı zadı soruşdular. Yes. Heç nə öyrəndik ki, bizim yaşımız bir-birindən dalbadaladır. Yes. It's unbelievable. It's a miracle. Mən 9 Mayım, Aylin 10 May anadan olubdum. Yəni, sonra nəfərsə oldusa da dostlaşdıq da. Necə oldu bilmirik, amma oldu. Oldu. İncəs bilirsiniz nə oldu? Qalanın yanından keçəndə. Deməli gedirik Aylinlə biz, yeriyirik. Mən Aylinlə Gucci-nin hekayəsini danışıram. Mən nə bildim, iltifat edirdik. Hə, belə şirin şəkildə boy elədi. Sonra xala qayıtdı mənə dedi ki, koftanı aşağı çəksənəmi? Birinci dedi qəşəng qızsan, sonra dedi Qəşəng qızsan. Mən də belə qaldım. Nəysə, mən də heç nə demədim. Güya koftamı düzəldirmiş kimi elədim. Eləməzdim. Hə, amma dedim qoca xaladır. Nəysə. Anyway. Fədakar dost, fədakar padruşka, fədakar bacı, rəhmət keçməsin keş. Qəşəng oldu ha. qəşəng. Xaladan sonra özümə gələ bilmirəm, aşağı elə qalmışam. Bu da bura vitrin çox gözəldir. Nə? Mayalı çörək yemisən? Qəşəng düşürəm. Bomba sandan ha. Bombaya. Qıraqlarım necədir? Çox qəşəng. Gözlü şeylər, tərpət. Çox tez tərpətin, neysə. Açıyorum. Açtım. Karnım düşmüş çok. Yemek yemeyeceğim. Ay, Oy, açtım. bu nə qəşəng açdı. Star Wars karakteri ola bilər bu arada. Şey, Ha, ben. adı nədir bunun? Göz görüm. Ay da nə qəşəngdir. Taxtabaş deyək də. Taxtabaş, olsun taxtabaş. Taxtabaş. Sıran qızıllar. Qızlarını göstərəsən. Qolunu tərpət belə. Ay, O xalalar olur. Hə, toya gəlir oynayır.
çox Bu qəşəng. nədir tam olaraq bilmərik, Hafta amma başı. nə işədir? İndi cəmaət deyəcək. Necə bilmirsiniz bunun adı nədir? Nəysə. Deməli, indi Ənvər doktora yanına gedəcəm, diş həkimimin. O yana çəkik dişlərə getmək istəmirəm. Oy, dişlərimizi təmizləyə yerə gedək. Deməli, buradakı tikintiləri dağıtdılar. Yerində adon göstərəcəklərmiş. Ya, sən kapa. Sən kapa. Görüşəcəyik, Türkiyədə görüşəcəyik. Görüşəcək. Sağ olasın. Yataqxanaya da Ay. Paka. Deməli, bizim bir ailəvi diş həkimimiz var, stomatoloqumuz, Ənvər doktor. Mən bu kişinin gözlərinə vurulmuşam da. Yəni, o qədər gözəl göz rəngi var ki, bir ildə qəbuluna düşə bilmirdim. Əfsuslar olsun ki, biz həmişə bayram günləri gəlirik. Amma o bayramda burada olmur da. Dincəlir, yəni normal olaraq. Nəysə, bu səfər sağ olsun, qəbul elədi bizim. Doktor dedi ki, dişlərim sapsağlamdır, heç nəyə ehtiyacı yoxdur. Heyf. Həkimdən çıxdım, Sabiri küçəsinə girdim, Cağalxan küçəsinə. Deməli, bir qız, məktəbli paltarında bir qız mənə dedi ki, çox gözəl olubsunuz. Ay da, ərə demə. Nənə, get ready with me. Get ready with me. Get ready with me. Deməli, nənə pudrasını birinci özü çəkəcək, arxası məndə. Aha, gözəllər gözəl nənəmizə. Deməli, birinci rimənlə eləyəcəyik. Az elə nənəm. Düzdür, nənənin ehtiyacı yoxdur heç. Biraz burnuna. İndi nənəyə biraz highlighter edək. Ha, okey nənə. Yaxşı, oraya eləyəcəm. İndi biraz nənəyə çən eləyirik. Allah. Aha. Necəyəm? Məncə qəşəngəm. Arxadakılara heç baxmayın. Deməli, indi biraz parıldayalım. Nasıl parıldayıram? Biraz daha parıldamaq istəyirəm. Yine ayrılırız hasret bize has. Bugünkü günün sebepkarları olan Umur Bey'imizi, Sevcan Hanım'ı bu güzel, mühteşem saraya davet edeceğim. Alkışlar gelsin. Umur Sevcan gecesidir bu gece. Semalara uzansam. Cheers. Toy qurtardı, biz uşaq evə gedirik. Yo, toy qurtarmadı, biz evə gedirik. Çünki getmək lazımdır, getmək vaxtı gəldi. Sağ olun. Oy.